Hansı miqyas daha böyükdür? Biz bilirik ki, miqyas surəti vahid, məxrəci yuvarlaq olan ədəddən ibarətdir. Əgər məxrəc nə qədər böyük olarsa, miqyas bir o qədər kiçik olur. Verilmiş miqyaslardan məxrəc hissəsi daha kiçik olan B bəndindədir. 1 bölünsün 20.000 miqyası. Cavab B bəndi. Amerikanın kəşfi hansı səyyahın adı ilə bağlıdır? Sadə test tapşırığıdır. Doğru cavab A. Xristofor Kolumbdur. Vasco da Gama Avropadan Hindistana gedən dəniz yolunun açılmasında iştirak edib. Fernand Magellan ilk dünya səyahətini edib. Abel Tasman və James Cook Avstraliyanın kəşfində iştirak edən səyyahlardır. Kəşf və öyrənilməsində. Hansı materikdə günəşin zenitdə olma prosesi baş vermiş? Sadə tapşırıqdır. Doğru cavab Antarktida. Antarktida materikindən başqa bütün digər materiklərdə günəşin zenitdə olma prosesi baş verir. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Biz diaqrama əsasən plan və xəritə üçün oxşar və fərqli əlamətləri seçməliyik. 1. Ərazi əhatə etməsinə görə dünya və yarımkürələr, materiklər və okeanlar, ölkələr və onların hissələri qruplarına ayrılır. Bu şübhəsiz xəritəyə aiddir, çünki dünyanın planını qurmaq mümkün deyil. 2. Miqyaslı təsvir vasitəsidir. Həm plan, həm xəritə hər ikisi miqyaslı təsvir vasitəsidir. Şərti işarələrdən istifadə olunur, elə hər ikisində istifadə olunur. Dərəcə toru yoxdur, planda yoxdur. Odur ki, cavab 1-ə 4, 2-yə 1, 3-ə 2, 3 olacaq. Cavab C bəndi. Planda miqyassız şərti işarələrlə təsvir olunmur. Sadə test tapşırığıdır. Tapşırığın doğru cavabı çəmənlikdir. Zavod borusu, taxta körpü, su dəyirmanı və tək yoldan fərqli olaraq çəmənlik planda konturlu şərti işarələrlə təsvir olunur. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Ümumcoğrafi xəritələrdə həm fiziki coğrafi, həm də iqtisadi coğrafi obyektlər göstərilir. Bu doğrudur, elə qarşısına da doğru yazılıb. Cavab A bəndi olacaq. Digər bəndlərə də baxaq. B. Bir neçə təbii və sosial-iqtisadi elementlərin birlikdə təsvir olunduğu xüsusi xəritələr kompleks xəritələr adlanır. Doğrudur, lakin qarşısına yanlış yazılıb. C. İcmal xəritələr böyük miqyaslı xəritələrdir. Qarşısına doğru yazılıb. Xeyr, icmal xəritələr kiçik miqyaslı xəritələrdir. Bu doğru ola bilməz. D. Xəritə üzərində olan əyri xətlərin uzunluğunu hesablamaq üçün pərgar mikrometrdən istifadə olunur. Bu doğrudur, lakin qarşısına yanlış yazılıb. E. Areal üsulu ilə xəritələrdə coğrafi obyektlərin yayıldığı ərazilər təsvir edilir. Doğrudur, qarşısına yanlış yazılıb. Şərqdə ilk dəfə gildən yerin kiçildilmiş modelini, yəni qlobusu kim hazırlamışdır? Sadə tapşırıqdır. Tapşırığın doğru cavabı C. Əbu Reyhan Əl-Biruni. Hansı coğrafi enlikdə 23 sentyabrda günəş şüaları günorta vaxtı 10 dərəcə bucaq altında düşür? 23 sentyabrda günəş olur ekvator xətti üzərində zenitdə. Bu zaman bura 90 dərəcəlik bucaq altında düşür. 10 dərəcəlik bucaq altında hara düşür? Əgər biz 90-dan 10-u çıxsaq, edəcək 80 dərəcə. Deməli, 23 sentyabrda 80 dərəcəlik enliklərə, şimal və cənub enliklərinə günəş şüaları 10 dərəcə bucaq altında düşür. Verilmiş enliklərdən yalnız 80 var. Odur ki, cavab B bəndi. 80 dərəcə şimal enliyi. Abdin Şirvani bu ərazilərdən hansına səyahət etmişdir? Hacı Zeynalabdin Şirvani daha Azərbaycan səyyahıdır. O, ömrünün 40 ilini səyahətdə keçirilmişdir. Bu ərazilərdən Hacı Zeynalabdin Şirvani Hindistan yarımadasında olub. Hindistanla yanaşı cənub-şərqi, mərkəzi, cənubi, cənub-qərbi Asiyada, Ərəbistan yarımadasında və Şimali Afrikada olmuşdur. Lakin Qrenlandiya, Şimali Avropa, Mərkəzi Amerika, Cənubi Amerika Şirvaninin səyahət etdiyi ərazilərdən deyil. Aşağıdakı planetlərdən hansının 2 təbii peyki var? A. Yer. Yerin bir təbii peyki var. Aydır, biz bunu bilirik. Merkuri və Veneranın təbii peykləri yoxdur. Saturnun peyki isə çoxdur. Yəni 2-dən daha çoxdur.
Mars isə 2 təbii peykə malik olan daxili planetdir. Cavab E bəndi. Xəritə sxemə əsasən qütb işıqlanma qurşağında yerləşən ərazini müəyyən edin. Xəritə sxemə diqqətlə nəzər yetirsək, 3 rəqəmi ilə göstərilən ərazinin qütb işıqlanma qurşağında yerləşdiyini görərik. 1 və 4 rəqəmləri ilə işarələnən ərazilər mülayim, 2 və 5 rəqəmi ilə işarələnən ərazilər isə tropik işıqlanma qurşağında yerləşirlər. Cavab 3-cü məntəqə C bəndi. Bakı ilə şimal tropik xətti arasındakı ən qısa məsafəni hesablayın. Gəlin məsələni sxematik olaraq hesablayaq. Bakı yerləşir 40 dərəcə şimal enliyində. Şimal tropik xətti isə 23,5 dərəcə şimal enliyindədir. Onlar arasındakı ən qısa məsafə meridian üzrə olacaq. 40-dan biz 23,5-i çıxmalıyıq. Çünki hər ikisi eyni yarımkürədə, şimal yarımkürəsində yerləşir. Edir 16,5 dərəcə. 16,5 dərəcəni də vurmalıyıq 1 dərəcəlik meridian qövsünün uzunluğu olan 111 kilometrə, edəcək 1831,5 kilometr. Cavab A bəndidir. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Biz üfüqün cənub və qərb istiqamətləri üçün oxşar əlaməti müəyyən etməliyik. A. Azimut bucağı 315 dərəcədən böyükdür. Verilmiş cəhətlərin heç birinin azimut bucağı 315 dərəcədən böyük deyil. B. Üfüqün əsas cəhətidir. Hər ikisi üfüqün əsas cəhətidir. Odur ki, cavabımız B bəndi olacaq. Digərlərinə də baxaq. Əks istiqamətdə hərəkətinin azimut bucağı 225 dərəcədir. Heç birinin 225 dərəcə deyil. Cənubda 0 dərəcə, qərbdə 90 dərəcədir. Üfüqün aralıq cəhətidir. Biz artıq qeyd etdik ki, üfüqün əsas cəhətidir. Azimut bucağı 180 dərəcədən kiçikdir. Cənub 180-dir, qərb isə 270 dərəcə. Cavab B bəndidir. Uyğunluğu müəyyən edin. Biz verilmiş coğrafi koordinatlara uyğun gələn əlamətləri müvafiq şəkildə qruplaşdırmalıyıq. A. Qütb gecə və gündüzləri baş verir. Biz bilirik ki, qütb gecə gündüzləri baş verir şimal qütb dairəsindən şimalda qalan və cənub qütb dairəsindən cənubda qalan ərazilərdə. Verilmiş coğrafi enliklərdən cənub qütb dairəsindən cənubda qalan yeganə coğrafi enlik 70 dərəcə cənub enliyidir. Deməli, A 3-cüyə uyğun gələcək. Azərbaycan ilə eyni yarımkürələrdə yerləşir. Azərbaycanla eyni yarımkürələrdə yerləşir 2-ci. Niyə görə? Çünki Azərbaycan qərb uzunluğunda yoxdur. Azərbaycan cənub enliyində yoxdur. 50 dərəcəlik şimal enliyi, 110 dərəcəlik şərq uzunluğu. Azərbaycan kimi şimal və şərq yarımkürələrində yerləşir. C. Afrika materikində yerləşir. Afrika materikində yerləşir 1-ci. Həm 10 dərəcə şimal enliyi, həm 5 dərəcə qərb uzunluğu. Deməli, C 1-ciyə uyğun gələcək. Nəhayət, Günəş ildə 2 dəfə zenitdə olur. Bu da Afrikaya aid olan ərazidir. Elə 10 dərəcə şimal enliyi, 5 dərəcə qərb uzunluğu, 10 dərəcə şimal enliyində Günəş ildə 2 dəfə zenitdə olur. Bu halda cavab 1-ə C, D, 2-yə B, 3-ə A olacaq. Cavab E bəndi. 21 mart tarixində hansı xətt üzərində günorta vaxtı cisimlərin kölgəsi olmaz? Test tapşırığının doğru cavabı ekvator xəttidir. Belə ki, 21 martda Günəş ekvator xətti üzərində zenitdə olur və günorta vaxtı burada cisimlərin kölgəsi olmur. Həmin anda cənub tropiki, şimal qütb dairəsi, cənub qütb dairəsi şimal tropikinə Günəş şüaları 90 dərəcədən daha kiçik bucaq altında düşdüyündən kölgə də müəyyən dərəcə ilə görünür. Cavab C bəndi. Avstraliya materiki aşağıdakı işıqlanma qurşaqlarından hansılarında yerləşir? Test tapşırığının doğru cavabı cənub mülayim və tropik işıqlanma qurşaqlarıdır, yəni D bəndidir. Şimal mülayim, şimal qütb. Avstraliya ümumiyyətlə şimal yarımkürəsində yerləşmir, yəni bu işıqlanma qurşaqlarında da yerləşməyəcək. Həmçinin cənub qütb
Cənub qütb dairəsindən cənubda qalan ərazidir. Avstraliya Cənub qütb dairəsi xətti ilə kəsişmir. Cavab 1-4 D bəndi. Aşağıda verilmiş coğrafi koordinatlarından hansı Azərbaycanda yerləşir? Biz bilirik ki, Azərbaycan təqribən 38 şimal və 42 şimal enlikləri arasında, 50 şərq və 45 şərq uzunluqları arasında yerləşir. Verilmiş coğrafi koordinatlardan Azərbaycan ərazisinə uyğun gələn D bəndidir. Belə ki, 40 dərəcə şimal enliyi ilə 46 dərəcə şərq uzunluğu Azərbaycan ərazisində yerləşən coğrafi koordinatlardır. Digərlərinə baxsaq, 40 dərəcə cənub enliyi verilib, A bəndində, sonra Y bəndində 30 dərəcə cənub enliyi Azərbaycan cənub yarımkürəsində yerləşmir. Eyni zamanda 53 dərəcə qərb uzunluğu B bəndində verilib, yenə Azərbaycan yerləşmir. Sonra C bəndində 56 dərəcə şimal enliyi, həmçinin 20 dərəcə şərq uzunluğu verilib ki, Azərbaycan ərazisində bu coğrafi koordinatlar mövcud deyil. Cavab D bəndi. 30 dərəcəlik şimal və 30 dərəcəlik cənub paralelləri üçün oxşar əlamət. A. Çevrəsinin uzunluğu 40.076 kilometrdir. Bu səhvdir. Hər ikisi üçün 40.076 kilometr ekvator çevrəsinin uzunluğudur. 1 dərəcəlik qövsünün uzunluğu 111 kilometrdir. Bu da səhvdir. 111 kilometr 1 dərəcəlik meridian qövsünün uzunluğudur və ekvator çevrəsinin həmçinin ekvatora yaxın ərazilərdə 111 kilometrlik qövsə uyğun paralellər var. C. Qütb ulduzu 50 dərəcə bucaq altında görünür. Ümumiyyətlə, cənub yarım paralelində qütb ulduzu görünmür. Polaris 50 dərəcə heç deyil. D. Şimal buzlu okeanı ilə kəsişir. Bu enliklərin heç biri şimal buzlu okeanı ilə kəsişə bilməz. E. Ekvatora qədər olan ən qısa məsafə 3030 kilometrdir. Bəli, həm 30 şimal, həm 30 cənub enliyindən ekvatora qədər olan ən qısa məsafə 30 dərəcədir. Bu da meridian üzrə 3330 kilometr təşkil edir. Cavab E bəndi. Sxemə əsasən kəsmə yüksəkliyi 20 metr olarsa, zirvə nöqtəsinin mütləq hündürlüyü aşağıdakılardan hansı ola bilər? Kəsmə yüksəkliyi 20 metr olarsa, daxili və xarici horizontal arasındakı hündürlük fərqini hesablayaq. Burada 4 horizontal arası görürük. Biz 4-ü 20-yə vursaq, edəcək 80 metr. Xarici horizontal 220 metrdir. Üzərinə 80 metri əlavə etsək, edəcək 300 metr. Deməli, daxili horizontalın mütləq hündürlüyü 300 metrdir. Zirvə nöqtəsi 300 ilə 320 arasında olacaq. İndi isə gəlin verilmiş distraktorlara baxaq. 300 ilə 320 arasında cavab A bəndinə uyğun gəlir. 310 metr. Digərlərinə baxsaq, B-də 365-dir, çoxdur. C 279, E 280, D 355. 2 320-dən yuxarı, 2 300-dən aşağı. Yəni ki, bizim doğru cavabımız A bəndidir, 310 metr ola bilər. Xəritələrdə çayların axın istiqaməti hansı təsvir üsulu ilə göstərilir? Sadə test tapşırığıdır. Burada axın istiqamətindən söhbət gedirsə, cavab hərəkət xətləri olacaq. C bəndidir cavab. Günəş 20 dərəcə şimal enliyində zenitdə olanda günorta vaxtı ekvator üzərinə günəş şüaları hansı bucaq altında düşür? Sadə həll var. 20 dərəcəlik enliyə 90 dərəcə çıxır. Əgər biz 90 dərəcədən 20 dərəcəni çıxsaq, edəcək 70 dərəcə. Cavab D bəndi. Hansı coğrafi enlikdə fəsillər daha aydın müşahidə olunur? Biz bilirik ki, fəsillərin daha aydın müşahidə olunduğu işıqlanma qurşağı mülayim işıqlanma qurşağıdır. Odur ki, bizə aid olan coğrafi enlik mülayim işıqlanma qurşağında yerləşməlidir. Distraktorlara ayrı-ayrı nəzər yetirəndə A bəndində 85 cənub enliyi, D bəndində 78 şimal enliyi qütb işıqlanma qurşağına düşür. B bəndində və E bəndində verilmiş coğrafi enliklər isə ekvatora daha yaxındır. Yəni tropik işıqlanma qurşağıdır. Burada fəsillər aydın müşahidə oluna bilməz. Cavab C bəndindədir. 43 şimal enliyi mülayim işıqlanma qurşağında yerləşir və burada 4 fəslin hər biri aydın şəkildə müşahidə olunur.
90 dərəcə azimutla 10 kilometr hərəkət edən səyyah əvvəlki məntəqəyə ən qısa yolla hansı azimutla geri qayıtmalıdır? Biz 90 dərəcənin üzərinə 180 dərəcəni əlavə etsək, edəcək 270 dərəcə. Deməli, 90 dərəcəlik azimutla, yəni şərq istiqamətində hərəkət edən səyyah əvvəlki məntəqəyə hansı azimutla qayıdacaq? 270 dərəcəlik azimutla, yəni qərb istiqamətdə. İynəyarpaqlı meşənin sahəsi 1/200.000 miqyaslı xəritədə 4 kvadrat santimetr olarsa, həqiqi sahəni hesablayın. Əvvəlcə gəlin ədədi miqyası izahlı miqyasa çevirək. Onun üçün məxrəci 100.000-ə bölməliyik. Halda olacaq 1 santimetrdə 2 kilometr. 4 kvadrat santimetrdə isə x kvadrat kilometr. Aşağı hissələr kvadratla ifadə olunub. Təbiidir, sahədir bu. Ona görə də 2-ni kvadrata yüksəldəcək. Bu da edəcək 4. Biz sahəni hesablamaq üçün 4-ü vuracaq 4-ə, edəcək 16 kvadrat kilometr. Hansı coğrafi enliklərə günəş şüaları 90 dərəcəlik bucaq altında düşür? Sadə tapşırıqdır. Günəş şüaları tropik işıqlanma qurşağında yerləşən enliklərə 90 dərəcə bucaq altında düşür. Verilmiş enliklərdən 4 dərəcə şimal enliyi, 17 dərəcə cənub enliyi və 22 dərəcə şimal enliyi tropik işıqlanma qurşağında yerləşir. 58, 60, 26 isə tropikdən kənar yerləşir. Cavab 1, 4, 6. Kəsmə yüksəkliyinin 10 metr olduğunu bilərək A nöqtəsi ilə zirvə nöqtəsi arasındakı hündürlük fərqini hesablayın. Əvvəlcə gəlin daxili horizontalın mütləq hündürlüyünü hesablayaq. Daxili horizontalın mütləq hündürlüyü 313-dən kiçik 10-a, yəni kəsmə yüksəkliyinə tam bölünən ilk ədəddir. Bu şübhəsiz ki 310 metrdir. Deməli, daxili horizontal 310 metrdir. A nöqtəsi isə ondan 10 metr daha alçaqda yerləşir. O da olacaq 300. Niyə? Çünki B ştrixlərin ucları kənara doğrudur. Bu yüksəkliyin təsviridir. Əgər A nöqtəsi 300 metrdirsə, zirvə nöqtəsi 313-dürsə, biz 313-dən 300-ü çıxırıq, qalır 13 metr. Deməli, A nöqtəsi ilə zirvə nöqtəsi arasındakı hündürlük fərqi 13 metrdir. Uyğunluğu müəyyən edin. Biz daxili planetlər və xarici planetlərə uyğun gələn müvafiq planetləri qruplaşdırmalıyıq. Mars daxili planetdir, 1-ə A uyğun gələcək. B. Yupiter xarici planetdir. C. Uran da xarici planetdir. D. Merkuri daxili planetdir. E. Venera daxili planetdir. Bu halda cavab 1-ə A, D, E, 2-ə B, C olacaq. A və B məntəqələrində qütb ulduzu 40 dərəcə bucaq altında görünür. A məntəqəsi 60 dərəcə şərq uzunluğunda, B isə 115 dərəcə şərq uzunluğunda yerləşir. Bu məntəqənin yerləşdiyi materikin sahillərini 4 okeanın suları yuyur. Materikdə həm günəşin zenitdə olma, həm də qütb gecə gündüzlərinin baş vermə prosesləri müşahidə olunur. Qeyd olunur ki, A məntəqəsi 60 dərəcə şərq uzunluğunda yerləşir. B isə 115 dərəcə şərq uzunluğunda yerləşir. Qütb ulduzu burada 40 dərəcə bucaq altında görünürsə, bu məntəqələr yerləşir 40 dərəcə şimal enliyində. A məntəqəsini qeyd edirik, B məntəqəsini qeyd edirik. Birinciyə yazırıq 40 dərəcə şimal enliyi. İkincini hesablayaq. Burada ən qısa məsafəni istəyir. A ilə B arasında ən qısa məsafə. Biz 115-dən çıxırıq 60-ı, çünki eyni uzunluqda, şərq uzunluğunda yerləşirlər. Edir 55 dərəcə. 55-i də 40-cı paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4-ə vursaq, edəcək 4697 kilometr. İkinciyə də
4697 kilometr yazaq. A və B məntəqələrinin yerləşdiyi materikin adını yazın və bu məntəqələrə qış gün dönümündə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Mətndə verilir ki, məntəqələrin yerləşdiyi materikin sahillərinin 4 okeanın suları yuyur. 4 okean suları ilə yulan yeganə materik Avrasiya materikidir. Birinciyə Avrasiya yazaq. Avrasiya materiki həm qütb, həm mülayim, həm də tropik işıqlanma qurşağında yerləşir. Odur ki, burada həm günəşin zenitdə olma, həm də qütb gecə gündüzlərinin baş vermə prosesləri müşahidə olunur. İkincini isə həll edək. Artıq biz tapmışıq ki, A və B məntəqələri 40 dərəcəlik şimal enliyində yerləşir. Bu enlikdə günəş şüalarının qış gün dönümündə düşmə bucağını hesablamaq üçün H bərabərdir 90 dərəcə minus yerləşdiyi coğrafi enlik 40 minus plus 23,5 çünki qış gün dönümündə günəş cənub tropik xətti üzərində zenitdədir. Buradan da H bərabərdir 26,5 dərəcə. A və B məntəqələrinin yerləşdiyi yarımkürələri və bu məntəqələrin aid olduğu materikin hansı işıqlanma qurşaqlarında yerləşdiyini yazın. A və B məntəqələri yerləşir 40-cı paralelin üzərində və hər ikisi şərq uzunluğundadır. Biri 60-da, biri 115-də. Deməli, hər ikisi şərq uzunluğundadır. Eyni zamanda 40 dərəcəlik şimal enliyində. Deməli, məntəqələr yerləşir şimal və şərq yarımkürələrində. İkinci, hansı işıqlanma qurşaqlarında yerləşdiyini yazın. Mətndə verilir ki, zenitdə olma prosesi müşahidə olunur və qütb gecə gündüzlərinin baş vermə prosesi. Zenitdə olma anlama gəlir ki, bura tropik, qütb işıqlanma, qütb gecə gündüzlərinin baş verməsi qütb işıqlanmadır. Heç şübhəsiz ki, həm tropik, həm qütb varsa, bunların arasında mülayim də yerləşəcək. Yəni, Avrasiya materiki həm də mülayim işıqlanma qurşağında yerləşir.